Salam əziz abituriyentlər. Bu gün mən sizlərə 28.07.2021 tarixində keçirilmiş qəbul suallarının izah eləyəcəm. 31-ci sual. Paskal bölünsün Watt saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Paskal təzyiqin vahididir. Təzyiqin düsturu P bərabərdir F bölünsün S düsturuna hesablanır. Yəni Paskal bərabərdir Newton böl metr kvadrat. Paskalın yerinə Newton böl metr kvadrat yazasıyıq. Bölünmüş. Watt saniyə işin düsturundan A bərabər NT-dən işin vahidi oldu. Gücün vahidi wattdır. Zamanın vahidi isə saniyədir. Deməli, watt saniyənin yerinə joule yazacağım. Digər tərəfdən A bərabər Fs-dir. Yəni, joule bərabərdir Newton vur metr kvadratdır. Verilənləri yerinə yazaq. Newton böl bu metr kvadrat aşağıya düşür. Metr kvadrat joule'un yerinə isə Newton vur metr yazacağım. Çünki S burada məsafədir. N ilə N gedir, qalır 1 bölünsün metr kub. 1 bölü metr kub konsentrasiyanın vahididir. Belə ki, konsentrasiyanın düsturu N bərabərdir. 1 N bölünsün V'dir. Yəni sayın vahidi yoxdur. 1, həcmin vahidi isə 1 böl metr kubdur. 32-ci sual. Harmonik rəqs edən 200 qram kütləli cismin sürətinin proyeksiyasının zaman asılı qrafiki verilmişdir. Cismə təsir edən qüvvənin maksimal qiymətini hesablayın. Qüvvənin maksimal qiyməti F maksimal bərabər MA maksimaldır. M vurulsun A maksimalın yerinə omega V maksimal yazarıq. Omeganın yerinə 2 pi böl T. M vurulsun V maksimal yazırıq. Düsturumuz burada. Bizdə M var. 200 qram, yəni 0,2 kiloqram. 2 pi var. T'ni tapmalıyıq. V'm də, bax, qrafikdən, bax, bu 3 sürətin amplitud qiymətidir. Period belə tapılır. 4-də 1, 4-də 2, 4-də 3 tam. Deməli, period 0,4-dür. Və salam, verilənlərini yerinə yazaq, hesablayaq. 2 pi bizdə 6 eləyər, period 0,4-dür. M bizdə 0,2-dir, Vm isə bizdə 3-dür. İxtisarlara baxaq. 0,4-dən 0,2 gedir 2, 6-nı 2-yə böləndə 3, 3-ü 3-ə vuranda 9. Doğru cavab B variantı. 33-cü sual. Bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik qiyməti diaqramda hansı nöqtəyə uyğundur? Qrafika baxırıq ki, burada P, burada V verilib. Deməli, daxili enerjinin elə düsturunu yazmalıyam ki, orada həm P, həm də V olsun. Onda U bərabərdir. 2-də 3 PV yazırıq. Daxili enerji həm P ilə, həm V ilə düz asıdır. Ən kiçik qiymət istəyirsə, P-nin də ən kiçiyi, V-nin də ən kiçiyi lazımdır. P-nin ən kiçiyi qrafikdə 1 ilə 4 nöqtəsindədir. V-nin ən kiçiyi isə 1 ilə 2 nöqtəsindədir. Bunlar bir nöqtəsində kəsişirlər. Doğru cavab D variantı. 34. İki otaqda yerləşən psixrometrlərin, termometrlərin göstərişləri təsvir olunmuşdur. Otaqlardakı havanın mütləq və nisbi rütubət arasında hansı münasibət doğrudur? Nisbi rütubət termometrlərin fərqi ilə, yəni quru termometr ilə yaş termometrin fərqi ilə tərs mütənasibdir. Yəni, fərq az olarsa, nisbi rütubət çox olar. Burada fərqlərə baxaq. Burada fərq 5-dir birinci otaqda, ikinci otaqda fərq 3-dür. Deməli, ikinci otaqda nisbi rütubət birinci otaqdan çoxdur. B variantı səhvdir, D variantı səhvdir, A variantı səhvdir. Qaldı cavab C ilə Y. Fi də bərabərdir. Rho bölünsün rho 0. Burada görürük ki, hər iki otağın temperaturu eynidir. Demək, hər iki otaqda doymuş buxarın sıxlığı eynidir. Fi ilə rhoya baxırıq. Fi ilə rho düz asılıdır. Əgər fi 2 fi 1-dən böyükdirsə, onda rho 2 rho 1-dən böyük olacaq. Belə doğru cavab Y variantı. Növbəti sual. Elastik qüvvəsinin modulunun yayın uzanmasına asılı qrafiki verilmişdir. Alfa bucağın tangensi ədəd qiymətcə hansı ifadəyə bərabərdir? F və delta L. F bərabər K vurulsun delta L-dir. Bu qanuna görə. Buradan biz K-nı tapanda alırıq F bölünsün delta L. Görək qrafikdə bizə F böl delta L nəyi verir? Paralel köçürməklə bu F-i biz bura köçürdə bilərik. Bura F köçürdük. Burada zaten delta L idi. Düzbucaqlı üçbucaqda bu gördüyünüz düzbucaqlı üçbucaqda iti bucaq qarşısındakı katetin, yəni F-in
Biçik katetə nisbəti bizə tangens alfanı verir. Bu ifadə də elə K-nı verdiyinə görə bu ifadə deməli tangens alfaya bərabərdir. Doğru cavab A bəndi. 36-cı sual. Yükü blokun köməyi ilə sabit sürətlə qaldırarkən dinamometrin göstərişinə görə onun kütləsini müəyyən edin. Dinamometr hal-hazırda 8 newtonu göstərir. Deməli, bu F 8 newtondur. Onda bu ipdə yaranan gəlmə qüvvəsi də 8 newtondur. İpi izləyirik. Bax, burada 8 newton olur. Və yükün ağırlığı mg aşağıya istiqamətdədir. Deməli, bu 8 newton bu mg qüvvəsinə bərabər olacaqdır. J-nin qiyməti 10-dur. M buradan bərabərdir 8 böl 10-a. Yəni 0,8-ə. 37-ci sual. Cismin impulsunun proyeksiyasının zamanı hansı qrafiki verilmişdir? Qrafikin göstərilən hissələrində cismə təsir edən əvəzedici qüvvənin proyeksiyaları üçün hansı ifadə doğrudur? Deməli, impulsun zamandan asılı qrafikində bucağın tangensi bizə əvəzedici qüvvəni verir. Burada biz bu bucaqlara baxsaq görərik ki, burada bucaq alfa 1 bu qədədir. Bu bucaq isə T oxu ilə alfa 3-dür. Görürük ki, alfa 1 bucağı kiçik olacaqdır alfa 2 bucağından, alfa 3 bucağından. Onda tangens alfa 1 də tangens alfa 3-dən kiçik olacaq. Demək, F də bunu verdiyinə görə deməli F1 kiçikdir F3 olacaqdır. Burada belə bir variantda olanlara baxırıq. Təbii ki, D bəndi səhvdir. Y variantı da səhvdir. Digərlər hələlik qalsın. İki hissəsinə baxırıq. İki hissədə cismin impulsu dəyişməyib. İmpuls dəyişməyibsə, bu düz xətli bərabər sürətlə hərəkət edib. Deməli, iki hissəsində cismə təsir edən əvəzedici qüvvənin proyeksiyası 0-a bərabərdir. Beləliklə, doğru cavab olacaq B variantı. 38-ci sual. Birinci kondensatorun köynəklər arasındakı potensiallar fərqi U1 24 voltdur. Bu kondensatorların tutumu nəyə bərabərdir? Deməli, bu yekun gərginlikdir, ümumi gərginlikdir. Ümumi gərginlik bərabərdir U1 üstəgəl U2. U2 bu ikinci kondensatorun köynəklər arasındakı potensiallar fərqidir. U30 bərabərdir. U1 24-dür. Üstəgəl U2. Buradan U2-ni tapdıq 6. Deməli, burada yazırıq U2 bərabərdir 6 volt. S1 kondensatorla S2 kondensatorlar ardıcı birləşib. Ardıcı birləşmiş kondensatorların yükləri bərabər olur. Yazırıq S1 U1 bərabərdir S2 U2. S1 bizdə soruşulur. S1'i vurulsun. U1 bizdə 24'dür. S2 bizdə 8'dir. U2'ni də 6 tapdıq. Bu da S1 buradan bərabərdir 2. Doğru cavab A bəndi. 39. Cəryanlı sarğacın daxilindəki maqnit selinin cəryan şiddətinə asılı qrafiki verilmişdir. Sarğacın induktivliyini hesablayın. İnduktivlik L bərabər fi bölünsün I düsturu ilə hesablanır. Maqnit selinin düsturu var. L-i oradan tapırıq. Fi burada 8'i 4'ə və yaxud 4'ü 2'yə bölərik. 8 böl 4 və ya 4 böl 2. Hər iki halda 2 eləyir. Doğru cavab B variantı. 40-cı sual. Mənfi 20 dərəcə Selsi temperaturlu buz qızdırılaraq 20 dərəcə temperaturlu suya çevrilir. Cismin daxili enerjisinin onun temperaturuna asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, bu buz əvvəlcə ərimə temperaturuna qədər qızdırılmalıdır. Ərimə temperaturuna qədər qızdırılmalıdır. Məsəl üçün deyəndə bu 0 dərəcədə əriyir. Mənfi 20-dən 0 dərəcəyə kimi bu temperatur artmalıdır. Temperatur artırsa bunun daxili enerjisi də təbii ki artacaq. 0 dərəcəyə çatanda buzun temperaturu dəyişməsə də daxili enerjisi yenə artacaq. Buz, məsəl üçün belə yazaq, AB hissəsində buz əridi, AB hissəsində buz qızdı, BC hissəsində buz əridi, C nöqtəsində buz əriyib qutardı. Buz əriyəndən sonra mayəyə keçir. Ondan sonra başlayacaq mayə qızmağa. Çünki biz temperatur verməyə davam edirik. Belə bu hala uyğun qrafik A variantında olacaq. Deməli, yadda saxlayın. Bu AB hissəsində buz qızır, BC-də buz əriyir,
SD'də isə su qızır. 41-ci sual. Reostatın sürgü qolunu bir vəziyyətdən iki vəziyyətinə gətirdikdə cəryan şiddəti və katod üzərində vahid zamanda ayrılan gümüşün kütləsi necə dəyişər? Sürgü məsələlərini biz sizə dəfələrlə izah etmişik. 2 dəfə şəkil çəkməlisiniz ki, sualı doğru yazasınız. Birinci hal budur. Cəryan təbii ki, gəlir. Müsbət tərəfdən gəlir. Cəryanın keçmə yerinə baxın. Bax, bu hissələrdən keçir, gedir. Bu birinci haldır. Cəryan buradan gəlir. Bu hissələrdən keçir, gedir. Bu hissənin uzunluğu 51 olsun. Sonra ikinci hal üçün çəkirik. İkinci hal üçün artıq bu şəkil bu formada olmalıdır. İndi ikinci hal üçün cəryanın gəlməsinə baxaq. Cəryan buradan gəlir. Buradan keçir. Bax, bu hissədən keçir, gedir. Uzunluq azaldı. Görürük ki, birinci hal bura əvvəl idi. Bura sonra oldu. Deməli, bir vəziyyətdə iki vəziyyətdə keçəndə uzunluq azaldı. Naqilin müqaviməti uzunluqdan asılıq düsturunu yazırıq. L bərabərdir rho L böl S. Əgər L azaldısa, müqavimət də azalacaq. Ohm qanunu yazırıq tam dövrə üçün, EHG-li dövrə üçün I bərabər epsilon R plus R. R azaldısa, cəryan şiddəti artacaq. Elektroliz qanununa görə M bərabər KIT-dir. Cəryan şiddəti artırsa, kütlə də artacaq. Hər iki kəmiyyətin qiyməti artar. Doğru cavab artar, D variantı. 42-ci sual. 2 vurulsun H-nü çıxılsın H-nü minimum böl V kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət müəyyən olunur? Fotoeffekt üçün enişteyn tənliyini yadımıza salırıq. Fotonun enerjisi H-nü bərabər idi. A çıxış, üstə gəlinsin Y kinetik max. Buradan H-nü bərabərdir. A çıxışın yerinə çıxış düsturu bilməliyik ki, H-nü minimum düsturu ilə hesablanır. H-nü minimumu yazıram. Üstə gəl, kinetikin yerinə mv kvadrat böl 2 yazıram. Buradan H-nü çıxılsın H-nü minimum o üzə keçirdirəm. Qalır mv kvadratı böl 2. Buradan m-i tapanda olur 2 dənə H-nü çıxılsın H-nü minimum böl v kvadratı. Deməli, bu ifadə fotonun kütləsinə uyğun imiş. Doğru cavab fotoelektronların kütləsi. B variantı. 43-cü sual. Qısox üzərində hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamanı asılıq qrafiki verilmişdir. Cisimlər arasındakı məsafə T0 anına qədər necə dəyişdiyi soruşulur. İki cisim arasındakı məsafə onların qrafiklər arasında qalan fiqurun sahəsinə bərabərdir. Mən bunu zaman dilimlərinə bölüb həll etmək istəyirəm. Əvvəlki videolarda baxsaz, bu sualı bir dəfə də orada izah eləmişəm. Deməli, bura biz 0T1 anı yazaq. Sonra 0T2 anı yazaq. 0T1 anında bunlar arasındakı məsafə, bax, bu trapesiyanın sahəsidir. Bunu mən bir yaşılla qeyd eləyirəm. Bax, bura bu trapesiyanın sahəsidir. Bu boydadır 0T1 anında. 0T2 anında bu məsafə, bax, bu qırmızı trapesiyanın sahəsidir. Bax, gördüyünüz kimi. Gördünüz, bu məsafə artır. Get-gedə bu məsafə artır. Əvvəlkinə baxanda artır. 0T0 anında isə bu məsafə, bu göy üçbucağın sahəsidir. Bu üçbucağın sahəsi qədərdir. Yəni, get-gedə məsafə artır. Yəni, az-az artır. Amma sonuçda yenə də artır da. Deməli, bu sualın cavabı olacaq T0 anına qədər azalır. A var. Üzr istəyirəm, T0 anına qədər artır. Burada D variantı çaşdıra bilər abituriyentləri. Yaxşı olardı ki, müəllif bunlara diqqət eləsin. Çünki çox şagird həmin ili mən xatırlayıram, çaşıb D variantı yazmışdı. T0 uşaq elə bilir ki, T0 anına qədər, bax, doğrudan da belədir. T0 anına qədər artır, ondan sonra azalır. T0'dan sonra azalır. Bax, burada yazmalıydı ki, T0'dan sonra azalır deseydi, hə, onda cavab D olardı. Deyir, T0 anına qədər əvvəlcə artır, sonra azalır. Bu nə deməkdir, bilirsinizmi? Yəni, ta ki, bura kimi artıb, sonra azalıb. Məsələn, T2-yə kimi artıb, sonra azalıb. Bu düz yanlış cavabdır.
Doğru cavab olacaq T0 oranına qədər artır. 44-cü sual. Yuxarı qalxan lift əvvəlcə yeyinləşən, sonra bərabər sürətli və dayanana qədər yavaşdan hərəkət edir. Bu hallarda liftin asıldığı trosda yaranan gəlmə qüvvələri arasında hansı münasibət doğrudur? Yuxarı qalxan lift yeyinləşən gedəndə T1 bərabər mg plus a düsturu ilə hesablanacaq. Bərabər sürətlə gedəndə mg, bərabər yavaşdan gedəndə isə mg minus a olacaq. Beləliklə ən çox buna uyğun cavab C variantı. 45. Eyni kütləli kubların müstəvi səthdə göstərdiyi təzyiqləri müqayisə edin. Təzyiqin düsturunu yazırıq. P bərabərdir. F bölünsün S. F'in yerinə biz mg yazarıq. Böl S. Eyni kütləli dediyinə görə mg ilə işim yoxdur. S-ə baxıram. S birinci kubda bu qədərdir. Buna yazırıq S1. İkinci kubda gördüyünüz kimi S2'dir. Üçüncü kubda isə S3'dür. Yəni S get-gedə azalıb. S azaldığı üçün P artır. Ona görə S'i ən kiçik olanın təzyiqi böyük olacaq. Ona görə P3 böyükdür P2'dən, böyükdür P1'dən olacaq. Doğru cavab Y variantı. 46-cı sual. Bir cisim maqnit sahələrinə daxil olan elektronların dövlətmə tezlikləri arasında hansı münasibət doğrudur? Görürük ki, perpendikulyar daxil olur. Deməli, çevrə üzə hərəkət edəcək bu elektronlar. Elektron tezliyi nü bərabərdir QB böl 2 PM düsturu ilə hesablanır. Bu düstura baxsaq görərik ki, asılıdır Q-dən, B-dən, M-dən. Yəni sürətdən asılı deyil. Mən dəfələrlə videolarımda qeyd etmişəm. Maqnit sahəsində çevrə üzə bərabər sürətlə hərəkət edən zərrəciyin dövlətmə tezliyi və periodu sürətdən, impulsdan, kinetik enerjidən, çevrənin radiusundan asılı deyil. Yəni burada hər ikisi elektron olduğuna görə, bax hər ikisi elektron olduğuna görə Q bölü M nisbəti, bunlar üçün Y bölü M nisbəti sabitdir. Ona görə nüvlər də eyni olacaq. Doğru cavab B variantı. 47-ci sual. Kütlələri bərabər, həcmləri V, 2V və 3V olan metal cisimlər şəkildə göstərildiyi kimi maye batmış və tarazlıqdadır. İplərdə yaranan gəlmə qüvvələri üçün hansı münasibət doğrudur? Əvvəlcə düsturu özümüz üçün çıxardaq. Buradan bir cisim asılıb. Arximet qüvvəsi maye daxilində şaquli yuxarıya doğrudur. Mg aşağıya doğrudur. Tarazlıq halında T ilə F arximetin cəmi mg-ni verir. T-ni buradan tapsaq biz olacaq mg minus F arximet. Bu çıxılsın işarəsi ədədi azaldır. Yəni F arximet artdıqca T azalacaq. Bunun qrafiki bu formada olacaq. İndi daha arximetləri müqayisə edək. Kütlələri bərabərsə mg ilə işim yoxdur. F artdıqca T azalacaq. F də 3-cü halda 3 rho Vg-dir. Çünki batan hissə 3V-dir. İkinci halda 2 rho Vg-dir. Birinci halda isə rho Vg-dir. Yəni arximet get-gedə artır. Deməli, ən az gərilmə T3-də olacaq. Çünki arximet buna kömək eləyir axı. Altdan yuxarı kömək eləyir. Ona görə də bu testin cavabı T1 böyükdür T2 böyükdür T3 olacaq. Yəni C variantı. 48-ci sual. Sarğacın induktivliyi 80 millihenri. Hər bir kondensator tutumu 400 mikrofarad olarsa, kondensatorun məhsul rəqslərinin periodunu hesablayın. Periodun düsturunu yazırıq. Thomson düsturu T bərabər 2pi kök altda LG. C burada 2 dənədir. Onda ümumi tutum C ümumi olacaq C bölünsün 2. Çünki sayın ardıcılda sayına bölürük. C ümumi bərabərdir. C bölünsün 2. Yəni 400 böl 2 o da 200 edər. Verilənləri başlayırıq yerinə yazmağa. 2pi bizdə 6-dır. 2pi 6 eləyir. L bizdə 80 milli 10 üstü mənfi 3 deməkdir. Vurulsun 200 mikroda 10 üstü mənfi 6 deməkdir. İndi bu 10 üstü 3 deməkdir. Bu 2 sıfırdan bir yerdə bunlar bundan ixtisar olunur. 6 vurulsun 2 8-in 16. 16-dan da 4 çıxır. 10 üstü mənfi 6-dan da buradakı 2 ilə ixtisar gedir. 10 üstü mənfi 3 çıxır. Bu da eləyir 24 10 üstü mənfi 3 saniyə.
O da 24 millisaniye eləyir. Doğru cavab C variantı. 49. A və B cisimlərinin linzada alınan xəyalları üçün uyğun ifadələri Euler Venn diaqramında müəyyən edin. Baxın, burada görülür ki, A cismi linza ilə F arasındadır. Yəni A cismi D kiçikdir F şərtini ödəyir. Amma B cismi isə F ilə 2F arasındadır. Deməli, B cisminin xəyalı həqiqi, çünki şüaların özlərində xəyal alınacaq. Amma A cisminin xəyalı isə məfhumi olacaq. Çünki şüaların qırıntılarında xəyal alınacaq. Hələlik bunları düzək. Xəyal məfhumidir A cisminə gedəcək. Xəyal həqiqidir B cisminə gedəcək. 3'ü bura düzəndən sonra onda B variantı, D variantı və C variantı gedir. Bu variantlar artıq yoxdur. İndi digər variantlara baxaq. Xəyal böldürülmüş halları. Xəyal düzünə alınır. Məfhumi xəyalda linzada 6 xəyal var idi. 6-cı şərtdə yeganə xəyaldır ki, məfhumi və düzünə xəyal alınırdı. Ümumiyyətlə linzada xəyal qurmaq üçün nə etmək lazımdır? Bu məsafəyə bərabər, indi mən burada xəttlər çəkəcəm. Deməli, bu məsafə bərabər f-imizi biz buradan çəkək. Təxmini də olsa, düz olsun ki, biz xəyalı qura bilək. Deməli, bura biz yazaq f. İndi xəyal necə qurduq? Gəlin A cisminin xəyalını quraq. Paralel şüalar göndərirdik. O paralel işıq dəstəba linzaya paralel şüalar göndəririk. Bunun rəngini hardan dəyişirdik? Qırmızı ilə paralel işıq şüaları göndərdik. O linzadan sındıqdan sonra F-dən keçməlidir. Bir də optik mərkəzdən keçirməliydik. Bu şüalar təbii ki, kəsişənməz, amma onların uzantıları kəsişə bilər. Onların uzantılarını biz kəsişdirək. Olan uzantıları kəsişdirək. Gəldi burada quruldu. Baxın. Bu cismin xəyalı burada alındı. Baxın. Düzünə məfhumi, çünki qırıntılarda xəyal alındı. Düzünə məfhumi xəyal alındı. Düzünə xəyal alındısa 4 də bu bir A cisminə gedəcək. 3, 4. İndi 6-ya baxaq. Xəyal linzanın cisim olan tərəfdə alınır. Bu da elə bura gedəcək. İndi B cisminin xəyalını quranda onu biz görəcəyik. B cisminin xəyalını quranda onu biz görəcəyik ki, doğrudan da biz deyəndir. İndi B cisminin xəyalını da quraq. Deməli, nə inirdik biz? Paralel işıq şüaları göndərirdik. Paralel işıq şüaları göndərdik. O F-dən keçməlidir. Bir də optik mərkəzdən keçməlidir. İndi xəyal gördünüz harda alındı? Bax, xəyal burada alındı. Xəyal baba burada alındı. Görürsünüzmü? Linza olan, cisim olan tərəfdə alınmadı. Cisim əks tərəfdə alındı. Bax, burada alındı. Tərsinə çevrilmiş alındı. Bax, çevrilmiş alındı. Deməli, 5 gedəcək bura. 5 getdi bura. Hansı variant qaldı? Heç nə. 3, 4, 6, 2, 5, 1 də ortaya. 1 olan hansıydı? 1 olan xəyal böldürülmüş halda. Bəli, hər iki halda burada da görürsünüz xəyal burada alınmışdı. Burada da bu cisim bu cisimdən böyükdür. Bu xəyal bu cisimdən böyükdür. Deməli, xəyal böldürülmüş halda ortaya gedəcək. Doğru cavab A bəndi. Növbəti sual. Növbəti 50-ci sual. Verilmiş kütləli cismin udduğu şüalanmanın enerjisini 3 dəfə artırdıqda onun şüalanma dozası 2 qrey artarsa, şüalanma dozasının əvvəlki qiymətini hesablayın. Hesablayaq.
Deməli, əvvəldə şüalanmanın udulma dozasının düsturunu yazırıq. D bərabərdir. Y bölünmüş M. Enerjini 3 dəfə artırdıqda udulma dozası da 3 dəfə artacaq. Yəni, buraya yazırıq əvvəl, buraya yazırıq sonra. Əvvəl D0 idisə, sonra olacaq 3D0. Nə qədər artır? 2 qrey artır. Bunların fərqini 2-yə bərabər eləyirik. Onda 2D0 bərabər 2, D0 bərabər 1. Doğru cavab C variantı. 51. Şəkillərdən hansında cəryanlı naqilə bir cism maqnit sahəsində təsir edən amper qüvvəsi sıfıra bərabərdir? Amper qüvvəsi o vaxt sıfıra bərabər olar ki, cəryanlı naqil ilə induksiya vektoru arasında bucaq ya 0 dərəcə olsun, ya da 180 dərəcə olsun. Yəni, naqil induksiya xətlərinə paralel olsun. Bu şəkildə. Baxın, bu taş induksiya xətləridir. Bu da cəryanlı naqildir. Fərqi yoxdur, cəryan sağa geçsin, yoxsa sola geçsin. Belə bir hal doğru cavab olmalıdır B variantında. Nəyə görə belədir? Çünki amper qüvvəsinin düsturu I, B, L sinus alfadır. Yəni, sinus 180-da və ya 0-da 0 aldığına görə amperdə 0 olur. 52. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin dövrətmə periodunun onun xətti sürətinə asıq qrafikinə görə çevrənin radiusunu hesablayın. Hesablayaq. V bərabərdir 2 pi r böl t düsturunu yazırıq. Buradan bizə r lazımdır. R bərabərdir vt böl 2 pi. Bax, bu nöqtələr A nöqtəsi üçün biz V-ni 3, T-ni 0,4 götürməliyik. Bölünsün 2 pi də 6 eləyər. 3 ilə 6 gedir. 2, A da 0,2. B nöqtəsi üçün də hesablayasaq eyni variant alarıq. Məsəl üçün 6 vur 0,2 böl 2 pi də 6 eləyir. Bunlar getdi 0,2. Növbəti sual. İşıq vakuumdan, yəni vakuumda S sürətinə yayılır. Sındırma əmsalı 1,6 olan mühitə keçir. Yəni n də 1,6-dır. V bərabərdir S bölünsün n-dir. N 1 idi, sonra 1,6 aldı. Yəni n artdı 1,6 dəfə. Çünki vakuum üçün n 1 idi. Onda sürət 1,6 dəfə azalar. 2 azaldı, dalğa uzunluğu azaldı. Tezlik dəyişmir bir mühitdən digərinə keçəndə. Sürət azaldısa, dalğa uzunluğu da azalar. Lambda bərabərdir. Lambda 0 böl n. N azaldısa, daha doğrusu üzr istəyirəm, n artdısa 1,6 dəfə, dalğa uzunluğu da 1,6 dəfə azalar. Doğru cavab olacaq 2, 3, 4. Növbəti sual. Dövrənin EHG-si 16 voltdur. Yəni, elektrik hərəkət qüvvəsi 16 volt imiş. Mənbəyə qoşduqda cəryan şiddəti 2 amper olur. Cəryan şiddəti 2 amper olur. Faydalı iş əmsalı isə 75%. 75% biz kəsirsiz yazsaq, bu 4də 3 deməkdir. Yəni, %75 eləyir, o da 4 seçilir. Mənbənin daxili müqaviməti soruşulur bizdən. R bərabərdir sual. Deməli, EHG eta bərabərdir. Bu düsturdan hesablanacaq. U bölünsün epsilon. 100% yazmıram. Onu yerləmə yazaram epsilon. Çıxılsın, i vurulsun R. Epsilon məxrəcdə qalır. O da bərabərdir. Epsilonda epsilon çıxılsın, i bölünsün epsilon. Bu deyilir 1 minus i böl epsilon. Belə bir düstur aldım. Eta bərabərdir 1 minus i böl epsilon. Verilənləri yerinə yazaq. 4də 3 bərabərdir 1 minus. Epsilon bizdə 16-dır. I də bizdə 2 vur R. Bu da 1 bu üzə keçir. 4də 1 bərabərdir. Burada da ixtisarlar gedir. 8də R-ə. Buradan R bərabərdir 2-yə. Doğru cavab 2. 55. Sərbəst düşən 2 kiloqram kütləli cismin 4 saniyə sonra yerə dəyir. Ağırlıq qüvvəsinin işini Joule-da hesablayın. Ağırlıq qüvvəsinin işi A bərabər mgh üstünə hesablanır. Sərbəst düşən cismin
Hündürlüğü gt kvadrat bölü 2'dir. Yerine yazırıq. M, J, gt kvadrat bölü 2. Alırıq dostlar. M, J kvadrat, T kvadrat bölü 2. Verilənləri yerine yazırıq. 2 vur J'nin 100, T'nin kvadratı 16 böl 2. Bu da eləyər 1600 joule. 56. Sarğaca maqnit nüfuzluğu 1500 olan ferromagnetik daxil etdikdə maqnit sahəsi enerjisini joule hesablayın. Maqnit sahəsinin enerjisi Li kvadrat böl 2 düsturən hesablanır. Əvvəlcə biz i-ni tapaq. Ohm qanunundan U bölünsün R, 10 bölünsün 5. Bu da eləyər 2. İndi yazıram bura 2'nin kvadratı. Hazır. L'yi tapmaq lazımdır. L də bərabər mü L0'dır. Çünki ferromagnet içlik bura daxil olunub. Deməli, mü bizdə 1500'dür. 1500 yəni 15 vur 10 üstü 2. L0 isə 2 milli henridir. Yəni 2 10 üstü mənfi 3 henridir. Bu da eləyər 30 vur 10 üstü mənfi 1. Yəni 3 eləyər. Vəssalam, burada yazılır. 3 bölünsün 2. Bu da eləyər 3 vurulsun 4 bölü 2. Yəni 6 joule. 57-ci sual. Uyğunluğu müəyyən edin. Sükunətdəki nöqtəvi Q sıfırliklərini birləşdirən parçanın nöqtələri qeyd olunub. Elektrik sahəsinin yekun intensivliklərinin istiqaməti soruşulur. Buna birinci yük yazaq, buna da ikinci yük yazaq. İndi bir A nöqtəsindən başlayaq. A nöqtəsi tam ortadadır. Buradan buraki məsafə ilə buradan bura məsafə eynidir. Bunların yükləri də eynidir. Hər ikisinin intensivliyi olacaq A nöqtəsi K, Q bölünsün L kvadratı. Yəni, bunlar bir-birinə bərabərdir. Amma istiqamətləri fərqli olacaq. Belə ki, A nöqtəsində birinci yükün intensivliyi sağa doğrudur. Yəni yükdən özündən çıxır. Qiyməti 7. İkinci yükün intensivliyi isə sola doğrudur. Onun da intensivliyi 7. Elə bir ki, biri Y sağa, biri Y sola. Onda bunların əvəzləşi 0 eləyər. Deməli, 1'ə gedəcək A nöqtəsi üçün cavab olacaq Y variantı. İndi bunu silirəm. Şimdi bizə mane olacaq. Bunları silirəm və B nöqtəsi üçün baxıram məsələyə. B nöqtəsində məsafə R-dir və 1 nöqtəsinin intensivliyini hesablayaq. Y1 bərabərdir K, Q bölünsün R kvadrat. Və onun istiqaməti sağa doğrudur. Çünki müsbət yükün intensivliyi, baxın, müsbət yükün intensivliyi hər hansı bir nöqtədə özündən çıxır. Mənfi yükün intensivliyi isə ona daxil olur. Deməli, bu göy, buna Y1 dedik. Y1 intensivliyi A nöqtəsi, B nöqtəsində sağa doğrudur. İkinci yükün intensivliyi isə B nöqtəsində sola doğrudur. Fikir verin, mən Y2-ni mən Y1-dən kiçik çəkdim. Niyə? Deyəcəm. Çünki bunun B-yə qədər olan məsafəsi 3 R-dir. Onda Y2-ni hesablayanda KQ bölünsün 3 R-in kvadratı 9 R kvadrat eləyər. Yəni mən buna bir Y desəm, bu bundan 9 dəfə çox olar. Yəni 9 Y olar. Yəni bu 9 Y olacaq. İndi baxın, B nöqtəsi var burada. B nöqtəsi. Biri Y ilə sola gedir. Biri 9 Y ilə sağa gedir. Təbii ki, bunların əvəzəçi 8 Y eləyəcək və sağa qalacaq. Demək, ikinci nöqtə üçün cavab olacaq sağa yönəlir. B variantı. Gəlin indi üçüncü nöqtə üçün bu prosesi bir daha təkrar edək. Üçüncü nöqtə üçün bir daha bu prosesi təkrar edək. İndi C nöqtəsinə baxaq. C nöqtəsi. C nöqtəsində bu ikincidir. İkincinin intensivliyi sola yönəlir. Özündən çıxır. Müsbətin intensivliyi bu nöqtədə özündən çıxmalıdır. Bu böyük çəkirəm. Buraya yazıram Y2. Y2-ni hesablayıram bu dəfə. Buranı 2 eləyəcəm. Y2 bərabər bu məsafə R-dir. KQ böl R kvadrat.
Buna bir 9y deyirəm. İndi birinci yükü hesablayıram. Birinci yükün bu nöqtədə intensivliyi sağadır. Özündən çıxır. Bu yükdən çıxır. Və bunun da qiyməti y1-dir. Y1-i hesablayanda olacaq k2 böl 9l kvadrat. Onda bu 9y isə bu y olacaq da 9 dəfə az olacaq bundan. İndi burada bir C nöqtəsi var. Biri sağa gedir y ilə, biri sola gedir 9y ilə. Bunların əvəzləsi nə qədər eləyər? 8y təbii ki, sola doğru. Yəni üçüncüyə də gedəcək sola doğru. Yəni A variantı. 1y, 2b, 3a. Nəhayət gəldik çıxdıq situasiya suallarına. Balonda bir atomlu 0,1 mol qaz vardır. Balon manometr və içərisində sürtünməsiz hərəkət edən tıxac olan şüşə boruya birləşdirilib. Bu boruya birləşdirilib. Bu da manometrdir. Qaza 50 jol istilik miqdarı verdikdə tıxac sola doğru hərəkət edirmiş və manometr qazın təzyiqinin dəyişmədiyini göstərir. Deməli, bu izobar prosesimiş. İzobar proses. Fikir verin, manometri göstərişlərine görə demək, buradakı qazın təzyiqi ilə atmosfer təzyiqi bir-birinə bərabərdir deməli. P qaz bərabərdir P atmosfer. İndi görək bizdən nə soruşur? P-ni falan verib. 58-ci sualı soruşur ki, qaz üzərində hansı izoprosesin baş verdiyini müəyyən edin və onun həcminin temperaturdan asılı qrafikini çəkin. Dedi ki, izobar prosesdir. İzobar proses və izobar prosesdə VT-dən düz mütənasib asılıdır. Çünki PV bərabərdir nu RT. P sabitsə VT-dən düz asılıdır. Balonda olan qazın bu prosesdə temperatur dəyişməsini hesablayın. Hesablaya bilərik. Deməli, izobar prosesdir. Qaza 50 jol istilik verilib. Q bərabərdir 2də 5 nu RT-dən. İzobarda 2də 5 olur. Nu R delta T-dən delta T-ni hesablaya bilərik. 2 dənə Q bölünsün 5 dənə nu R. 2 vurulsun. Q bizdə nə qədərdir? Q bizdə 50-dir. 5 vurulsun. Nu bizdə 0,1-dir. R də 8-dir. Aha. Mən nə iş görməliyəm burada? Bunu 10-a vururam, bunu 0-ını silirəm. Bura bir dənə əlavə eləyirəm 0. 500-dən 5 ixtisar gedir. Burada qaldır 100. 200-ü 8-ə böləndə 25 Kelvin. Deməli, burada cavab olacaq 25 Kelvin. Məsələni ikinci üsulla da həll etmək olar. 59-u bir də ikinci üsulunu yazıram. İkinci üsul. Biz bilirik ki, daxili enerji izobar proseslər 0,6 Q ilə tapılır. 0,6-nı vuram mən 50-yə. Elədi burada 30 jol. Sonra delta U bərabərdir. 2də 3 nu R delta T-dən tapıram. 30 bərabərdir. 1,5 vur. 0,1 vur. 8 vur delta T. Buradan da delta T'ni eyni 25 Kelvin olduğunu alaram. Və nəhayət 60-cı sual. 60-cı sualda deyilir ki, bu prosesdə qazın dəyişməsini, həcminin dəyişməsini hesablayın. Yenə də delta U bərabərdir. 2də 3 P delta V'dir. Delta V'ni bizdən soruşur. Delta V bərabərdir 2 dənə delta U böl 3P. Burada qeyd etdi ki, delta U 0,6 Q'dur, yəni 30'dur. 2 vurulsun 30, 3 vurulsun P bizdə 100 kilopaskaldır. Yəni 10 üstü 5 paskaldır. Bu 3 ilə bu 3 gedir, qalır. 2 vurulsun 10 üstü -4 metr kub. Beləliklə, əziz abituriyentlər, 2021-ci il 28 iyul tarixində keçirilmiş qəbul imtahanının fizika suallarını izah etdim. Videoda sizə maraqlı olan şeylər varsa, nəsə öyrəndinizsə, kanala abunə olub, dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.